Bir çox insanlar boşanmaların müddəti ilə maraqlanırlar. Qanunda boşanmanın 2 qaydası nəzərdə tutulmuşdur. Məhkəmə qaydasında boşanma və məhkəmədən kənar qaydada boşanma. Müddətlər də bu qaydalara uyğun olaraq müəyyən olunmuşdur. Məhkəmədən kənar qaydada boşanma o zaman mümkün olur ki, ər və arvadın birgə nikah dövründə doğulmuş uşaqları olmur və ya uşaqlar olsa da onların yaşı 18 yaşına çatmış olur. Bu zaman boşanmaq üçün ər və ya arvad Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrinə və ya asan xidmət mərkəzlərinə müraciət edə bilərlər. Əgər hər iki şəxs razıdırsa, müraciət olunmuş tarixdən sonra bir ay ərzində gedib boşanma barədə yaxud nikahın pozulması barədə şəhadətnamələri götürə bilərlər. Məhkəmə qaydasında boşanmaq üçün ilk növbədə mediasiya təşkilatına müraciət olunmalıdır. Mediasiya təşkilatında müddət təxminən bir ay ərzində çəkir. Daha sonra isə ər-arvad məhkəməyə müraciət etməlidir. Əgər tərəflər razılığa gələrlərsə, məhkəmədə boşanma müddəti təxminən 2 ay ərzində çəkə bilər. Əgər məhkəmə qaydasında boşanarkən boşanma barədə razılıq olmadıqda, bu zaman hakim tərəflərə barışıq müddəti verə bilər və bu barışığın da müddəti 3 ay ərzində çəkir. Beləliklə, məhkəmə qaydasında boşanmanın müddəti əgər razılıqla olarsa boşanma təxminən 3 ay, əgər razılıqla olmazsa boşanma bu təxminən 5 ay ərzində çəkə bilər. Əgər tərəflər qəbul olunmuş qətnamədən apellyasiya, daha sonra kassasiya şikayətləri, yəni ali məhkəməyə şikayətlər verərlərsə, bu proses 1 il və ya 1 ildən biraz artıq davam edə bilər.